Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test topusu 2025-ci ilin nəşrində yer alan Mən necə müəllim oldum mətninin izahını paylaşıram. Siz izaha keçməmişdən, baxmamışdan öncə mətni oxuyun, daha sonra isə sualların izahına baxa bilərsiniz. 181-ci sualla başlayırıq. Mətndəki əsas fikrə uyğundur. Yaxşı müəllimlik düzgün cavab verməkdən daha çox düzgün suallar verməkdir. Mətnlə əlaqəsi yoxdur. Valideynləri məni göydən yerə endirdi, müəllim isə yerdən göyə qaldırdı. Bəli, burada biz müəllimin örnək davranışını görürük. Yəni, öz şagirdini pis vəziyyətə qoymur. Bu da onu göstərir ki, burada artıq həqiqətən də müəllim bir şagirdin həyatında çox böyük bir rol oynayır və bir variantı da olan fikirdə bu mətndə tam şəkildə səsləşir. Keçdik 182-ci suala. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Problem və problemin həlli. Deməli, oğurluq problemdir. Problemin həlli nə idi? Müəllimin hadisəyə göz yumması idi mi? Xeyr, müəllim hadisəyə göz yummadı ki, ona görə belə çıxırıq. Saatın itməsi problem idi. Müəllimin gizliliyi qoruyaraq şagirdlərin cibini axtarması, bəli, bu artıq problemin həlli idi deyə ikin götürəcəyik. Saatın sahibinə qibtə, xeyr, saatın sahibinə qibtə olunmurdu ki, əslində saatı bəyənmişdi, oğlan ona görə götürür. 3 səhvdir. Şagirdin çətin vəziyyətə düşməsi və müəllimin örnək davranışı. Bəli, biz bunu görürük. Problem və problemin həlli kimi. Müəllimə minnətdarlıq duyğusu və müəllim olmağa qərar verilməsi. Müəllimə minnətdarlıq duyğusu var idi. Amma bu problem deyil idi. Ona görə də biz 5-i götürmürük. 2-4 sualımızın düzgün cavabı A variantı. Keçdik 183-cü suala. Mətndə tünd-qarı hərflərlə verilmiş söz hansı nümunədə kontekstdəki mənasına uyğun işlənmişdir? Tünd-qarı hərflə verilmiş söz çıxacağı sözüdür. Gözləməkdən bir şey çıxacağını, bir şey əldə edəcəyini, yəni bu mənada işləmişdir. Həqiqi mənada işlənməmişdir, məcazi mənada işlənmişdir. Ustad, sizcə bu söhbətdən nə isə çıxar, yəni nə isə əldə olunar? Baxın, elə A variantı sualın düzgün cavabıdır. B variantına baxırıq. Gecə cınqırın çıxsa, yəni səsin çıxsa, səs çıxa bilər. Burada o mənada işlənməmişdir. Dağın təpəsinə hansı yola çıxırsansa, burada da çıxmaq mənasındadır. Nə isə çıxa bilərsən, bu həqiqi mənadadır. Mal qaranı qışdan yaza sapa-sağlam çıxara bilmişdik. Nə isə çıxara bilməkdə, yəni artıq bu kontekstdəki mənasında nə isə əldə etmək, yəni tutaq ki, deyirik, bu işdə nəsə çıxar, nəsə əldə olunar, bu mənada işlənməyibdir, biz bunu götürə bilmərik. Aytən dərdən qabıqdan çıxırdı. Dərdən qabıqdan çıxmaq məcazi mənalıdır, amma burada kontekstdəki mənasına görə işlənməyibdir. Ona görə sualın ən düzgün cavabı, ən doğru cavabı belə deyək. A variantı idi. 184. Mətn əsasən doğru fikir müəyyən edin. Saat olduqca bahalı idi. Biz mətni oxuduqsa görəcəyik ki, saatın baha olmasına bağlı bir məlumat verilməyib. Sadəcə oğlum bəyənib bu saatı. A variantını deyə bilmərik. İllər sonra müəllim öz şagirdini bağışladı. Müəllim şagirdini illər sonra bağışladı deyəndə, yəni müəllim heç bilmirdi axı saatı kim oxuyur. Plus da müəllim kimdənsə küsməmişdi, inciməmişdi ki, kimsə bağışlasın. Vaxtında edilən yaxşılığa görə gənc hələ də öz müəlliminə minnətdar idi. Bəli, deyirik, orada hadisədən illər keçmişdi, amma deyir, o bir gün kəndə qaydanda müəllimini görmək istəyir. Həqiqətən də o gənc edilən yaxşılığı unutmur. C variantı sualın düzgün cavabıdır. Utanc verici hadisəni xatırlayan gənc illər sonra müəllimini görmək üçün kəndə gedir. Müəllimini görmək üçün kəndə getmir. Sadəcə kəndə getməli olur. Qərarı alır ki, o həmin müəllimi də görsün. Müəllim saatın sahibinə dərs vermək üçün oğrunun kimliyini gizlədirdi. Xeyr, saatın sahibinə niyə dərs versin ki? Ona görə sualın düzgün cavabı C-dir. 185. Mətnin son cümləsini tamamlayan fikirdir. Mətnin son cümləsinə baxsaq, deməli, indi başa düşürəm ki, əsl müəllim şagirdinə yalnız bilik verən, ona düzgün dəyərləri aşlayan, səhvlərinə görə cəzalandıran deyil, dərs çıxarmağı öyrədən, doğru yola sövq edən biridir. Elə variantı ən düzgün olacaq. Həmişə günahkar axtaran insandır, yox. Şagirdini təklikdə tənbih edən, nə əlaqə? Tədris etdiyi fənni sevdirən şəxsdir. Tədris etdiyi fənni sevdirən şəxsdir. Bu öz yerində. Sadəcə burada artıq insanlıqdan söhbət gedir. Müəllimin, belə deyək də, öz işi ilə bağlı bir şey, yəni dərs deməsinə bağlı bir şey qeyd olunmayıb orada. Şagirdinə çətinlikləri öyrəşməyi öyrədən şəxsdir. Xeyr. Ən doğrusu nə idi? Doğru yola sövq edən biridir. Həmin şagird səhv bir addım atmışdı, amma müəllim öz hərəkəti ilə həmin şagirdini pis vəziyyətdən çıxarır və örnək bir davranışla həmin o gəncin həyatında böyük bir iz buraxır. 186. Mətndə çərçivə alınmış sözü hansı ifadə ilə əvəz etsək, kontekstə görə məna dəyişməz. Baxaq.
təkəbbürlə sözüdür. Təkəbbürlə nə deməkdir? Lovğalıqla mənasında işlənir. Elə baxaraq D variantında lovğalanaraq, yəni təkəbbürlə, yəni lovğalanaraq deməkdir. 187-yə baxırıq. Mətnin 5-ci abzası əslində 2 abzasdan ibarətdir. 2-ci abzasının ilk sözünü müəyyən edin. Abzas nə zaman qoyulur? Əvvəlcə onu deyək. Abzas yeni bir fikir ifadə olunursa. Bizdə də deyir ki, 5-ci abzas əslində 2 dənə abzasdan ibarətdir. O növbəti abzas hansı cümlə ilə başlayırsa biz onu müəyyən etməliyik. Əgər bunu oxuduzsa, burada görəcəksiniz ki, hadisədən illər keçmişdi cümləsindən başlayan hissə yeni bir fikir ifadə etdiyi üçün elə bizim növbəti, belə deyək də, ikinci abzasımız, yəni bu 5-ci isə 2 dənə abzasdan ibarətdir. Birinci abzas burada başlayır, ikinci də burada başlayır. Yəni hadisədən sözü ilə başlayan hissədir. Ona görə sualın düzgün cavabı A variantıdır. 188-ə baxırıq. Mətndə hansı suallara cavab tapmaq mümkün deyil? Müəllim uşaqların gözlərini niyə bağlamışdı? Biz görürük ki, müəllim uşaqların gözünü niyə bağlamasını qeyd edir. Deyir ki, mən özüm də bilmək istəmirdim də, yəni ki, kim uğurluyub. İstəməzdim deyir həmin adam utansın. Ona görə bu sualın cavabı var. Bunu çıxırıq. Saata uğurlanan uşağı atası necə cəzalandırdı? Bilmirik axı, atası onu cəzalandırdı mı, cəzalandırmadı mı? Mətndə burada var belə bir məlumat. Mətndə deyir hansı suala? Mətnə əsaslanmalıyıq biz. Yox idi. 2 səhvdir. Digər şagirdlərin baş verənlərin münasibəti necə olmuşdur? Şagirdlərin münasibətini biz görürükmü? Xeyr, oxuyanda görmürük. Müəllim saatı hansı şagirdin uğurladığını niyə bilmədi? Çünki o da gözünü bağlamışdı. Müəllim deyir də. Bu sualın cavabı var. Bunu çıxırıq. Günahkar şagird niyə yoldaşından üzr istədi? Yoldaşından üzr istəmir axı, belə bir məlumat yox idi. Ona görə sualın düzgün cavabı 235 E variantı. 189. Mətnə əsasən cədvəl doldurun. Biz mətnə əsaslanmalıyıq. Özümüzdən eləsi yazmalı deyilik. Mətnə əsasən o fikri bildirməliyik. Adil müəllimə aid olan xüsusiyyət. Biz qeyd edə bilərik ki, Adil müəllim müdrik insan idi. Plus nə deyə bilərik? Aydın müəllim ədalətli idi. Çünki öz gözünü də bağlayır, uşaqların da gözünü bağlayır. Ədalətli idi, müdrik idi. Bunları qeyd edə bilərik. Saatı yoldaşının cibindən götürən şagirdə aid olan xüsusiyyət. Yaza bilərik ki, edilən yaxşılığı unutmur, etdiyi səhvdən dərs çıxarır. Bu xüsusiyyətləri biz saatı götürən adama, şagirdə aid edə bilərik. Keçdik 190-cı suala. Sən demə bu saat uşağın atasının imiş cümləsi. Mətnin neçənci abzasının sonuna atılırsa, növbəti abzasdakı fikir daha aydın ifadə olunar. Fikrimizi əsaslandırın deyirsən, biz mütləq fikrimizi əsaslandırmalıyıq. Sən demə bu saat uşağın atasının imiş. Bu görə hansı abzası yazılar? Təbii ki, biz mətni oxuyanda görürük ki, bu ikinci abzası yazılsa daha doğru olacaq. Çünki mən 3-cü sinifdə oxuyanda qəribə bir hadisə baş vermişdi. Sinifimizdəki oğlanlardan biri məktəbə qəşəng bir saat gətirib təkəbbürlə şagirdlərə göstərmişdi. Saatdan çox xoşum gəlmişdi və böyük tənəffüsdə həmin saatı oğlanın cibindən götürmüşdüm. Sən demə saat oğlanın atasının imiş. Bu haqda məlumat verilir. Yəni, abzas olaraq ikinci abzasda artırılmalıdır. Əsaslandırırıq ki, çünki növbəti abzasda artıq biz görürük ki, saat itəndən sonra oğlanın atası məktəbə gəlir. Oğlanın atası məktəbə gəlirsə, deməli bu saat atasının imiş də. Yəni, saat haqqında da məlumat ikinci abzasda verilir. Və saat itəndən sonra da atası gəlirsə, deməli bu 3-cü abzasdan önə artırılmalıdır. Yəni, ikinci abzası artırılmalıdır ki, hadisələrin ardıcıllığı qorunmuş olsun. Belə, bu da bizim növbəti mətnimizin mən necə məlum oldum mətninin izahı idi. Növbəti izahlarda görüşərik. Sağ ol.